Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Mart ayının 11-i də həftənin çərşənbə günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Mart ayı üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar vaxtından daha tez veriləcək. News 365 az saytının əldə etdiyi məlumata görə müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar mart ayının 13-də ödəniləcək. Bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətirəcək ki, nə? Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.